Ermənistan hökuməti bugün Türkiyə ərazisi vasitəsilə Livana humanitar yardım göndərmək barədə qərar qəbul edib. Telegraf xəbər verir ki, Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsi humanitar yüklərin daşınması üçün 12-22 iyun tarixlərində açılacaq. Bildirilib ki, İsrailin hücumlarından zərər çəkmiş erməni icmasının nümayəndələri də daxil olmaqla Livan sakinlərinə humanitar yardım göstərmək qərarı verilib. Xatırladaq ki, ötən il Türkiyə Ermənistandan Suriyaya humanitar yüklərin çatdırılması üçün sərhəd keçid məntəqəsini açmışdı. Rusiya parlament seçkilərindən istifadə edərək Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq niyyətində idi, amma bu planı uğursuz oldu. Çünki əhalinin əksəriyyəti sülh gündəliyini dəstəkləyir. Telegraf xəbər verir ki, bunu erməni siyasi şərhçi Edgar Vardaryan deyib. Rusiya hökuməti reallığı görmür. Çünki Putinə yaltaqlanmaq üçün yalan məlumat veriblər. Paşinyanın reytinginin kəskin şəkildə aşağı düşdüyünü, ölkədə böyük narazılıqların olduğunu söyləyiblər. Amma Moskvanın B planı da var. Bu, Rusiyapərəst qüvvələrin mandatları götürüb parlamentə daxil olmasıdır. Bu kontekstdə vaxtaşırı seçkilərin saxtalaşdırıldığını iddia etməyi vacib hesab edirlər. Rusiyapərəst qüvvələr Putinin kömək edəcəyinə, vəziyyətin dəyişəcəyinə ümidini itirmirlər. O bildirib. Vardanyan çıxılmaz vəziyyətdə olan Rusiyanın kəskin addımlar ata, Ermənistana təzyiq göstərə biləcəyini istisna etmir. Amma Moskvanın addımları Ermənistanın Avropa İttifaqına inteqrasiyasına töhfə verir və ölkədə Rusiya əleyhinə atmosferi qızışdırır. Ekspert radikal müxalifətin küçələrə çıxa biləcəyini istisna etmir. Bunun hakimiyyəti ələ keçirmək üçün uğursuz cəhd olacağını vurğulayıb. Amma Vardanyan əlavə edib ki, yekunda Vladimir Putin Nikol Paşinyanı qələbəsi münasibətilə təbrik edəcək və gərginlik zamanla səngiyəcək. Hazırda TRIP proqramı çərçivəsində tərəfdaşların fəal iştirakı ilə yerdə hazırlıq işləri davam edir. Telegraf xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan məlumat verib. Nazirin sözlərinə görə tədqiqat və hazırlıq işləri son mərhələdədir. Xudatyan xatırladıb ki, 2026-cı ilin may ayının sonu, iyun ayında Ermənistan və Amerika Birləşmiş Ştatları Xarici İşlər Nazirləri müvafiq sənədi imzalayıblar. Əminəm ki, 2026-cı ilin ikinci yarısında, payızda və ya qışda artıq tikinti mərhələsinə keçəcəyik, o əlavə edib. Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılacağına ümid etdiyini bildirib. Telegraf xəbər verir ki, Paşinyan hökumətin iclasında bu mövzuya toxunaraq Ermənistandan ixrac edilən malların coğrafiyasının şaxələndirilməsi və yeni təchizat zəncirlərinin yaranması barədə danışıb. Bu müddət ərzində yeni nəqliyyat imkanlarımız da yaranıb. Axalkaliki-Qars dəmir yolunun hər iki xətti fəaliyyətdədir. Bu mövzuda Gürcüstan baş naziri Irakli Kobakidze ilə də söhbətim olub. O mənə heç bir istiqamətdə problem yaranmayacağına əminlik verib. Həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışmışam. Onlar bu istiqamətlərin açıq olduğunu bir daha təsdiqlədilər. Ümid edirik ki, Ermənistan-Türkiyə dəmir yolu da ən qısa zamanda açılacaq. Üstəlik, TRIP layihəsinin həyata keçirilməsi çərçivəsində imkanlar xeyli artacaq. Baş nazir bildirib. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.